Bismillahirrahmanirrahim. İmam Əli əleyhissalam buyurur: Şükr o Allaha layiqdir ki, görünmədən tanınıb və heç bir zəhmət və əziyyət çəkmədən dünyanı yaradıb. Güc və qüdrəti ilə varlıqları yaradıb və böyüklüyü ilə itaətsizlik edənlərə özünə tabe edib. O öz bəxşişi ilə bütün böyüklərdən üstün oldu. Odur yaratdıqlarını dünyada yerləşdirən və peyğəmbərlərini cin və insanlara tərəf göndərən. Peyğəmbərləri göndərdi ki, onlar üçün dünyanın pərdəsini kənara çəksinlər. Onları dünyanın pislik və çətinliklərindən qorxutsunlar, onlar üçün onun vəfasızlığı barəsində məsələlər çəksinlər. Onları dünyanın eyib və çatışmazlıqlarından xəbərdar etsinlər və onların vasitəsilə ibrət götürəcəkləri sözü, sağlamlıq, rahatlıq, xəstəlik və çətinlik kimi halların dəyişəcəyini təsirli və ağır ibarələrlə bəyan etsinlər. Həmçinin dünyanın halal və haramını, Allahın o biri dünyada itaətkarlar üçün cənnət və möhtərəmlik, günahkarlar üçün isə od və xarlıq hazırladığını xatırlatsınlar. Allaha üst tutub bəndələrini əmr etdiyi şəkildə həmd səna edirəm. Allah hər bir şey üçün ölçü, hər bir ölçü üçün müddət və hər bir müddət üçün dəqiq hesab müəyyənləşdirib.